Hər kəsə salam dostlar, kanalıma xoş gəldiniz. Hər kəsin yeni ilini təbrik eləyirəm. Bu il bizlər üçün inşallah düşərli olar. 2025-də qalan arzularınızı 2026-cı ildə həyata keçirəsiniz. İndi isə gəlin çox danışmadan WhatsApp Plus necə yükləmək olar, onu sizə başa salım. Məndən bu videonu çox istədiniz və bu günlərim sizlər üçün WhatsApp Plus necə yükləmək olar, onu sizə göstərəcəm. Bundan öncəki videolarımda WhatsApp Plus necə yüklənir sizə izahlı göstərmişdim. Sadəcə bildiyiniz kimi bu WhatsApp Pluslar tez-tez yeniləndiyi üçün sizə güncəl versiyasını göstərəcəm. Və onu da sizə deyim ki, yüklənməmişdən öncə Play Market-ə daxil olursunuz və Play Market-də Play Perfect gördüyünüz kimi daxil olursunuz və sağda yuxarıda ayarlar girib bunu bağlayırsınız. Bunu bağlayırsınız. Nəyə görə bunu bağlayırsınız? Play Market, necə deyim sizə, qıraqdan gələn tətbiqlər yükləmək üçün icazə istəyir. Zərərli olduğunu düşündüyü üçün. Deməli, və bunu bağladıqdan sonra Chrome-a daxil olursunuz və videonun şərh bölməsində verdiyim linki yapışdırırsınız. Məndə gördüyünüz kimi, hətta gəlin göstərim, WhatsApp Pluslar çoxdur. İndi başqa versiyasını sizə göstərəcəm. Düşürük aşağı. Güncəl versiyası. Və bunlar da WhatsApp Plusdur. Mən yükləmək istədiyim isə tam olaraq budur. Güncəl versiyası hazırda budur. Bunları da yükləmək olar. Sadəcə bu gün yenilənib bu və üzərinə tıklayırıq. Və belə olduqda bir dəfə vurub klik edirsiniz, gözləyirsiniz və ikinci dəfə klik etdikdə isə yüklənir. Gördüyünüz kimi açıldı və yükləyirik. Hər bir halda indirin. WhatsApp Plus'umuz yükləndi və üzərinə klik edib açırıq bunu. Və mən burada hər şeyi addım-addım sizə göstərirəm ki, hər şeyi tam aydın şəkildə başa düşəsiniz. Və quraşdırıldı. Açın üzərinə klik edib açırıq. Və burada icazə veririk. İcazə verin, icazə verin. Razılaşma və davam edin. İcazə verin. Gördüyünüz kimi tam olaraq açıldı bizim WhatsApp Plus'umuz. Yəni onu da sizə deyim ki, bu WhatsApp Plus'lar köhnə nömrələrdə işləmir. Yəni əvvəl istifadə etdiyiniz nömrələrdə açılmır. Yalnız yeni nömrələrdə açılmağı mümkündür. Yəni yeni nömrədən qeydiyyatdan keçsəniz açılacaq. Lakin köhnə nömrədən qeydiyyatdan keçmək istəsəniz alınmayacaq. Videonun şərh bölməsində saytın linkini qoyacağım, yükləmə linkini. Siz də oradan qeydiyyatdan keçib öz WhatsApp Plus'unuzu yarada bilərsiniz. Videomuz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.